kalori hesablamağı dayandırın. İllərdir çəki saxlamağın sirrinin sadəcə alınan və xərclənən kalori balansı olduğu deyilib. Lakin müasir elmi araşdırmalar bu yanaşmanın həqiqəti tam əks etdirmədiyini sübut edib. London Kral Kollecinin professoru Sarah Berry bildirib ki, hər bir insanın eyni qidaya reaksiyası tamamilə fərqlidir. Arıqlamaq üçün nə yediyiniz qədər onu nə vaxt və necə yediyiniz də vacibdir. Tədqiqatlar göstərib ki, kalori miqdarı eyni olsa belə günün birinci yarısında çox yeyən qadınlar axşam yeyənlərə nisbətən daha sürətli çəki itirir. İspaniyada aparılan araşdırma saat 15:00-dan tez nahar edənlərin daha asan arıqladığını üzə çıxarıb. Xüsusilə saat 21:00-dan sonrakı qəlyanaltılar qanda şəkəri və pis xolesterolu artıraraq ürək-damar xəstəlikləri riskini yaradır. Yeməyi sürətlə udmaq doyma hissi yaradan hormonlarının ifrazını ləngidir. Beynin doyma siqnalını qəbul etməsi üçün ən azı 15-30 dəqiqə vaxt lazımdır. Yavaş yeyən insanlar isə həm daha az kalori qəbul edir, həm də qanda şəkərin kəskin artmasının qarşısını alır. Nəticədə hər qida strukturu eyni dərəcədə həzm olunmur.